Salam. Hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, sizə bir dənə balaca şirin ev təqdim edəcəm. Müştərilərimiz olur, bizim müştərilərimiz var da, hansı ki, gənc ailə üçün və yaxud da yaşlı ata və ana üçün almaq istəyirlər ki, Mərdəkanda bir gözəl bir yerdə olsun, rahat bir yerdə olsun. Adam, burada yaşayan insanlar marketə gedə bilsinlər, marşruta minə bilsinlər. Sonra çox böyük ev olmasın, mərkəzi yola çox yaxın olsun. Elə evdir bu ev. Mərdəkanda Qala yolunda, Bravo marketə yaxın bir ərazidə, mərkəzi yola 200 metrlik heç məsafə yoxdur. Hər tərəfində yaşayış var. Sağında, solunda, üzbəyüzündə, arxasında. Çox kiçik. Ümumi olaraq yaşayış sahəsi 93 kvadratdır. 93 kvadrat. 2 yataq otağı var. Tam əşyalıdır. Tam əşyalı bir evdir. Qiyməti də normaldır. İnşallah ev sahibi qiymətində yenə də endirim elətdirəcək. Evin həyətində, evdə, bugünkü gündə bu balaca evdə nə lazımdırsa, maşallah, hər bir şey var. 2 maşın yerləşər evin həyətən. 2 maşın yerləşər. Ümumi sahəsi 200 kvadrat, yəni 2 sotdur, 2 sotdan çoxdur. Avtomatik olaraq pultla təchiz olunmuş darvazası var. Bütün kamera xəttləri, bütün qazı, suyu, işığı, interneti, kameraları hamısı çəkilib. Torpağın da evində kupçası çıxarışı var. Evin qarşısında 3 metrənin 6 metrəyə olan tam işlək vəziyyətdə isti hovuz, isti xəttləri belə olan hovuzdur. Hətta qışda da istifadə eləmək olar. Bunu belə deyim, əgər kimsə özü üçün yaşamaq üçün almasa belə, amma bunu alıb kiraya vermək, biznes pul qazanmaq məsələsi ilə də alar, bilər. Niyə deyirəm? Çünki bu evin bugün bunu istəyirəsiniz. Yayda 150-200 manat gündəliyi, üzr istəyirəm, qışda 150-200 manat ola bilər. Yayda isə 250-300 manat arası bu evin günlüyü ola bilər. Hansı ki, bazardan asılıdır. Əziz izləyicilərim, evin qarşısında belə bir giriş hissəsi var. Üstü bağlı, veranda kimi, teras kimi istifadə olunur. Döşəməsi qəşəng, səliqəli, trapı da qoyulub. Bir daha söyləyirəm, bütün aksesuarlar, bütün hər bir şey var. Evin bütöv olaraq hər tərəfindən fırlanmaq olur. Yan hissədə texniki otaq yerləşir, qapısı ilə birlikdə, yəni bağlı evin içərisində inşa olunub, yığılıb. Bu evin ümumi giriş hissəsidir. Buyurun, keçin öndən. Dəhliz, geniş bir dəhliz var. Bizi burada ayna qarşılayır. Həm də bundan bəzənmə stolu kimi, bəzənmə güzgüsü kimi, aynası kimi istifadə eləmək mümkündür. Burada 2 dənə buraları, sonra ümumi giriş hissədə burada dolab, qəşəng, dərin dolab var. Bunun arxası da şüşədir, evin. Çölə baxır. Qəşəng bir şeydir, gözəl bir dekor verilib. İndi gəl, mən sizə, xanımlar, bacılar, analar, gəl sizə mən dedim ki, bu dolabın içərisini səliqə ilə saxlayın. Həm çöldən görsənir, həm içərdən görsənir. Bu dolab məncə hər zaman səliqəli olmalıdır. Sağ tərəfdə qonaq otağıdır, o tərəfdə də mətbəxdir, göstərəcəm sizə. Tam mərkəzdə yerləşən sanitar qovşağıdır. Birinci yataq otağı. Yataq otağının daxilində yataq dəsti, bir daha söyləyirəm, bütün əşyalıdır. Evin qiyməti 230 min manat start olaraq, başlanğıc olaraq, bəzənmə stolu, televizoru, sonra yataq dəsti, dolabı, hər bir şey mövcuddur. Evin içərisində bir dənə yataq otaqlarında, bilmirəm, kondisioner qoyub, qoymayıb, görmədim. Məncə bir dənə kondisioner çatışmır. Bu da ikinci yataq otağıdır, maşallah. Hamısı da qəşəng, səliqəli, gözəl, çox da gözəl də görüntüsü var. 3 otaq. Keçirik. Qonaq otağında. Qonaq otağında bütöv olaraq TV stand, televizor, kamera xəttləri gördüyünüz kimi. Bax, çöl, arxa hissə, həyətin ön hissəsi 2 dənə də burada var. Hansı ki, bütöv olaraq həyəti görür. Divandır, stuldur, maşallah. Buradakı mətbəx otağıdır. Bura cam balkonla bağlanır. Həm bu tərəfdir, həm bu tərəf. Həm bu tərəf açılır, həm bu tərəf açılır. Əziz izləyicilərim, baxın. Burada mətbəxdir. Mətbəxdə sobalar, qaz sobası, hava çəkən aspirator, 2 gözlü su hövzəsi, paltar yuyan maşın, soyuducu. Dəyərli izləyicilərimiz, bu inşallah ev satılacaq. Allahın köməyi ilə çox da qalmayacaq. Amma mən arzu eləyərdim ki, bu ev sizə qismət olardı. Buranı çəkdin. Buna nə deyirlər? Bu divar aboyu. 3D
divar kağızı, 3D divar kağızı. Gedir. Təşəkkür edirəm.